Salam. 1 iyun 2025-ci il tarixində keçirilmiş qəbul imtahanı 1-ci qrup riyaziyyat suallarına baxırıq. 1-ci sual. Limit x yaxınlaşır sonsuzluğa limitini hesablayın. Bu tipli limitləri həll edərkən ən yüksək dərəcəli hədlərin əmsalları nisbətini götürürük. Burada da -4-ü 2-yə böləcəyik. Demək, -4 bölü 2 bərabərdir -2-yə. Düzgün cavabımız A variantı. İkinci sual. A müsbət, B müsbət, C müsbətdir. A bölünsün -1 bərabərdir. B bölünsün -3, C bərabərdir. C bölünsün -2. Bərabərsizlərdən hansı doğrudur? Deməli, bunları nisbətlərin bərabər olması üçün bu ifadə 1-ə bərabər olmalıdır. Burada da A müsbət, B müsbət, C müsbət olduğundan onda -1-ə bərabərdir. Deməli, A'mız olacaqdır 1, B'miz olacaqdır 3, C'miz olacaqdır 2. Buradan alırıq ki, B hər hamısından böyükdür. Ortancıl C'dir, ən kiçik isə A'dır. A kiçikdir C'dən, o da kiçikdir B'dən. Düzgün cavabımız A variantı. Üçüncü sual. Perimetrlər nisbəti 2-nin 1 olan iki oxşar üçbucaqlının sahələr nisbətini istəyir bizdən. Sahələr nisbəti k kvadratıdır. Yəni P1-in P2-yə nisbətinin kvadratına bərabərdir. S1-in S2-yə nisbəti P1-in P2-yə nisbətinin kvadratı olmalıdır. O da verir bizə 2-nin 1-ə nisbətinin kvadratı, 4-ün 1-ə nisbəti. A variantı. Dördüncü sual. B böyük bərabərdir 5-dən. Kök B çıxılsın B plus 5 minus kök 20 B bərabərdir. Kök B çıxılsın B plus 5 minus 2 kök 5 B. Bu ikinci ifadə birinci durur. Bax, bu ikinci ifadə kök B çıxılsın kök 5-in mötərizə kvadratıdır. Bərabərdir. Kök B durur, çıxılsın. Kvadratla kök gedir. Modulda kök B çıxılsın kök 5 bərabərdir. B 5-dən böyük olduğu üçün bunu olduğu kimi çıxardıram. Kök B çıxılsın kök 5 plus kök 5 bərabərdir. Kök B'lər islah getdi, qaldı kök 5. Düzgün cavabımız D variantı. 5-ci sual. Tərəfi 24, 25, 7 olan 25 buradır, 24 buradır. Üçbucağın kiçik hündürlüyünü tapın. Üçbucaqda böyük tərəfə çəkilmiş hündürlük kiçik olacaqdır. Deməli, H kiçiyi hesablamamızı tələb edir. Biz burada sahə düsturlarını tətbiq edəcəyik. Deməli, Heron düsturunu bərabər götürəcəyik. A vurulsun H-a bölünsün 2-yə. Heron düsturu ilə sahəni hesablayaq. Bunun üçün perimetri hesablayaq. 24 plus 7 plus 25 bölü 2 bərabərdir. S-i tapmaq üçün kökdə 28 vurulsun 28 çıx 25, 28 çıx 24, bir də 28 çıx 7 bərabərdir. Kök 28 vurulsun 3, vurulsun 4, vurulsun 21 bərabərdir. 4 vur 7 yazsaq, 3 vur 4, 21-i də 3 vur 7 yazsaq, 7. 4-dən biri çıxdı. 2 7-dən, 2 3-dən biri çıxdı. Kökün daxilindən 2 7-dən də biri. Bu da verir bizə 84. Sahə verdi bizə 84. İndi tərəf 25. Tərəfə çəkilmiş hündürlük böl 2 bərabərdir 84-ə. 25 H bərabərdir 84-də 2-yə vuranda verir bizə 168. H bərabərdir 168 bölünsün 25.
O da verir bize alttan %72. Alttan %72 düzgün cevabımız B variantı. 6. sual. Cədvəldə fənlər üzrə kitabların sayı verilmiştir. Azərbaycan dilindən 2 saydadır. Riyaziyyatdan 3 saydadır. Kimyadan 2 saydadır. Coğrafyadan isə 1 saydadır. 1 sayda coğrafya. Deməli, eyni fənnə aid olan kitablar yan-yana olmaq şərti ilə. Bunlar yan-yanadırsa 1, 2, 3, 4 olur 4 faktorial. Bir də bunların içərisindəki olan kitabların öz aralarında yer dəyişməsi. Deməli, A-la A-nın yer dəyişməsi 2 faktorial. Riyaziyyatların yer dəyişməsi 3 faktorial. Kimyaların yer dəyişməsi 2 faktorial. Coğrafyanın da yer dəyişməsi 1 faktorial. Bərabərdir 576 verəcəkdir. Düzgün cavabımız B variantı. 7. sual. Təzə meyvə qurutulduqda çəkisinin 80%-ni itirir. 32 kiloqram quru meyvə almaq üçün nə qədər təzə meyvə götürmək lazımdır? Deməli, 80%-ni itirirsə, 100%-dən çıxırıq 80%, qalır 20%. Deməli, 20%-i 32-dirsə, 100%-i neçədir? X bərabərdir 20 məxrəcə 32 100 bərabərdir 560. Deməli, 160 kiloqram meyvə götürmək lazımdır ki, 32 kiloqram quru meyvə. 8. sual. A11 plus A12 plus A13 bərabərdir. A11 vurulsun A12. Deməli, A12 ortadadır. A12 özündən bərabər uzaqlıqda olan hədlərin cəminin yarısıdır. Yəni, burada A12 bərabərdir. A11 plus A13 bölünsün 2. Yəni, A12 burada 3 sayda A12 var. Bərabərdir A11 vurulsun A12. A12'lər getdi. A11 bərabərdir 3. Bizdən silsilənin 21 həddinin cəmini istəyir. S21 bərabərdir 2A1 plus 20D bölünsün 2 vurulsun 21. Hər tərəf 2'ye bölsək A1 plus 10D vurulsun 21 bərabərdir. A1 plus 10D verir bizə A11 vurulsun 21. A11'in yerinə, bax bu ifadənin yerinə 3 yazsam, 3 vur 21 bərabərdir 63'ə. Düzgün cevabımız C variantı. 9. sual. B A-nın alt çoxluğudur. B çoxluğu A çoxluğunun alt çoxluğudur. B 2 5'tir. A çıxılsın B bərabərdir 1, 3, 4. A çoxluğunu tapın. A çıxılsın B 1, 3, 4'dür. B çoxluğu da 2, 5'dir. A çoxluğunu tapaq. A çoxluğu bərabərdir 1, 2, 3, 4, 5. Düzgün cevabımız D variantı. 10. sual. Qrafik təsvir olunmuş fx xətti funksiyasının fx ibtidai funksiyalarının ümumi şəklini göstərir. Qrafikimiz keçir 1-dən 1'ə. Bu nöqtənin koordinatı 1, 0. Y bərabərdir kx plus b. X-in yerinə 1 yazıram. B-nin yerinə 1 yazıram. Y-in yerinə 0 yazdım. K bərabərdir mənfi 1. Deməli, funksiyamız bu şəkildədir. Mənfi x plus 1. Funksiyanın ibtidai funksiyasını tapmaq üçün mənfi x-in ibtidaisi x kvadrat bölü 2, 1-in ibtidaisi x, bir də sərbəst həddin cəmini yazırıq. Verir bizə mənfi x kvadrat bölü 2 plus x plus z. Düzgün cevabımız Y variantı. 11. sual. X kvadrat plus 10x minus y kvadrat bərabərdir 4y minus 21. Olarsa x plus y cəmini istəyir bizdən.
Tam kvadrata ayırsaq, x kvadrat plus 10x plus 25 minus 25 plus sağa keçirsək verir bizə bərabərdir. Demək, y kvadrat plus 4y plus 4 minus 4 minus 21. Bu ifadə verir bizə x plus 5'in mötərizə kvadratı minus 25 bərabərdir. Sağdakı ifadə verir bizə y plus 2'nin kvadratı minus 25. 25'lər islah etdi. Kvadratlar cəmi bərabər olmalıdır. Yox, x plus 5'in kvadratı bərabər olmalıdır y plus 2'nin kvadratına. X plus y cəmini istəyir bizdən. Keçirsək sol tərəfə. X plus 5'in kvadratı çıxılsın y plus 2'nin kvadratı bərabərdir 0. Kvadratlar cəmi kimi yazsaq. X plus kvadratlar fərqi kimi plus 5 minus y minus 2'nin kvadratı. Bir de x plus 5 plus y plus 2'nin kvadratı bərabərdir 0. Buradan x minus y plus 3'ün kvadratı x plus y plus 7'nin kvadratı bərabərdir 0. X minus y mənfi 3'dür. X plus y bərabərdir mənfi 7'yə. Deməli, x minus y bərabərdir mənfi 3'ə. X plus y bərabərdir mənfi 7'yə. X plus y'imizi soruşur, o da mənfi 7'yə bərabərdir. Bunları tərəf-tərəfə toplasam, 2x bərabərdir mənfi 10, x bərabərdir mənfi 5 eləyir. X mənfi 5, y bərabərdir. X'in yerinə mənfi 5 qoysam, y olacaqdır mənfi 2. Bunların cəmi də mənfi 7. Düzgün cavabımız C variantı. 12-ci sual. Katetləri 8 kökü olan bərabər yanlı düzbucaqlı üçbucaq. Bərabər yanlı düzbucaqlı üçbucaq. Katet 8 kök 2-dirsə, hipotenuz onun kök 2-misinə bərabərdir. C bərabərdir. Kök 2'yə vursaq verir bizə 16. Hipotenuzumuz 16'ya bərabərdir. S-dən A-B'yə qədər olan məsafələr 10'a bərabərdir. Burada belə bir üçbucaq görürük. Demək 10, 10, 16 buradırsa hündürlüyümüz istəyir. Bax bu hündürlüyü istəyir məndən. Bərabər yanlış bucaqda hündürlük həm median həm tənböləndir. 8, 8 düşdü. H-ı tapmaq üçün H bərabərdir. 10'un kvadratı çıxılsın 8'in kvadratı bərabərdir 6'ya. Düzgün cavabımız B variantı. 13-cü sual. 2 kosinus x plus 10 çıxılsın sinus 100 plus x bərabərdir 0. Tənliyini həll edin. 2 kosinus x plus 10 çıxılsın sinus 100 plus x'i 90 plus 10 plus x kimi yazıram. Bərabərdir 0. 10 plus x'i bir mötərizəyə alsam, 90 plus 10 gedir ikinci rübə düşür, ikinci rübdə müsbətdir. 2 kosinus x plus 10 çıxılsın. Artıq 90 saat dəyişir, olur kosinus 10 plus x. Bərabərdir 0. 2 kosinus x plus 10'dan çıxanda kosinus x plus 10'u qalır bir dənə kosinus x plus 10.
beraberdir 0. X plus 10 beraberdir. Kosinus 0 alır. Pi bölü 2 plus yarım dövür. X de beraberdir. Onu sağa keçirsək 90'dan 10 çıxanda verir bizə 80 dərəcə. 80 dərəcə plus pi k. 80 dərəcəni də bu şəkildə verib. 80 dərəcə plus 180 vurulsun. 180 dərəcə və onun misilləri. Düzgün cavabımız Y variantı. 14-cü sual. Kök 5 çıxılsın 2,3 plus kök 5 çıxılsın 2,2. İfadəsinin qiymətini tapın. Kvadrata yüksəlsin. Kök 5'in kvadratı 5. 2 kök 2,3'ün kvadratı 5,29. Deməli, bu ifadədən böyükdür. Modulun içərisindən çıxardanda yazıram 2,3 çıxılsın kök 5 plus 2,2'nin kvadratı 4,84. Kök 5'in kvadratı 5. Deməli, birinci ifadə ikinci ifadədən böyükdür. Olduğu kimi çıxardıram moduldan. Bərabərdir. Kök 5'lər getdi. Qaldı 0,1. Düzgün cavab. 15-ci sual. 7 vurulsun 49 üstü x plus 5 vurulsun 14 üstü x. Bərabərdir 2 vurulsun 4 üstü x. Hər tərəfə 4 üstü x'e bölək. Olur bu şəklə düşür. 7 vurulsun 2'de 7 üstü 2x plus 5 vurulsun 2'de 7 üstü x beraberdir 2'ye. Bu olur 7t'nin kvadratı plus 5t minus 2 beraberdir 0. 7t kvadrat plus 7t çıxılsın 2t minus 2 beraberdir 0. 7t'ni çıxarsaq qalır burada. T plus 1. Mənfi 2'ni çıxarsaq t plus 1. T plus 1'i ortaq çıxarsaq 7t minus 2 beraberdir 0. T'ni ifadə eləmişik 2'de 7 üstü x'i. Plus 1 beraberdir 0. 7 vurulsun 2'de 7 x minus 2 beraberdir 0. Deməli, birinci tənliyin həlli yoxdur. İkinci tənliyə baxaq. Demək, olur 2 üstü 7 x beraberdir 2 bölünsün 7'ye. X de beraberdir buradan mənfi 1'e. Deməli, tənliyimizin kökü mənfi 1'e beraberdir. A variantı. 16-cı sual. Ədəd ilə 3 natural ədədin cəmindən ibarətdir ki, birinci ədəd 57'ye bölünür. İkinci ədəd isə tamamilə 24'e bölünür. Üçüncü ədəd isə 19'a bölünür. Alınan qismətlər bərabərdir. Yəni, bölünəni tapmaq üçün qisməti bölənə vururuq. X. Bu ədədləri toplasaq, verir bizə 100x. Verilmiş ədədin axırıncı rəqəmini tapın. X'in yerinə istənilən qiyməti yazsaq, ədədin sonuncu rəqəm 0 olacaqdır. Düzgün cavabımız B variantı. 17-ci sual. Çevrələrin mərkəzləri arasındakı məsafəni tapın. Birinci çevrənin mərkəzi verir bizə 3, 1. İkinci çevrənin mərkəzi -3, müsbət 1'dir. Bu iki nöqtə arasındakı məsafəni tapmaq üçün O1, O2 arasındakı məsafəni tapmaq üçün
İki nöqtə arasındakı məsafə düsturundan istifadə edəcəyim. 3 çıxılsın mənfi 3-ün kvadratı. 1 çıxılsın 1-in kvadratı. Bərabərdir 6-nın kvadratı 36. Oradan da çıxır 6. Düzgün cavabımız A variantı. 18-ci sual. Y bərabərdir 2x funksiyasının qrafikinin 0,1 parçasındakı hissəsinin absis ox ətrafında fırlanmasından hansı fiqur alınır? Deməli 0,1 parçasında. Baxaq. Deməli 2x funksiyası belədir də. X-ə 1 verəndə y olur 2. X-ə 1 verəndə y verir bizə 2. 0,1 parçasında absis ox ətrafında fırlanmasından alınan fiqur. Bax, belə bir fiqur alınacaqdır. Alınır konus. Düzgün cavab C variantı. 19-cu sual. X 0 bərabərdir 5 olan nöqtədə çəkilmiş toxunanın tənliyi y bərabərdir 7x minus 3'dür. Deməli, f5 plus f törəmə 5. Biz bilirik ki, funksiyanın törəməsi bucaq əmsalına bərabərdir. F törəmə x bərabərdir k-ya. K da burada 7'ye bərabərdir. Deməli, f5'in yerinə 7 yazıram. İndi bax bu ifadədə x'in yerinə 5 yazıram. Bərabərdir 32. F5'in də yerinə 32 yazsam düzgün cavabımız olacaqdır 39. Y variantı. 20-ci sual. ABC üçbucağı verilib. A, B, C üçbucağı. A'nın B'ye nisbəti 1'in 2'ye. Bura 1K'dır, burada 2K'dır. BC'nin AC'ye nisbəti, BC'nin AC'ye nisbəti 5'in 6'ya nisbəti. Deyək 5y bura, 6y bura. Sinuslar teoremi tətbiq edəcəyim. Deməli, 6y bölünsün sinus 2K bərabərdir 5y bölünsün sinus K'ya. Y'lərimizi ixtisar aparsaq, sinus 2K'nı açsaq 2 sinus K kosinus K bərabərdir sinus K. Burada 6, burada 5. İxtisarımızı aparsaq, sinus K'ları da ixtisar aparsaq olur. Kosinus K bərabərdir 5 kosinus K bərabərdir 3. Kosinus K bərabərdir 3 bölünsün 5. O da verir bizə 0,6. A bucağında K ile ifadə etmişdim də. Düzgün cevabımız 0,6 C variantı. 21. sual. Y bərabərdir 3 sinus x çıxılsın 2 kosinus x funksiyasının ala biləcəyi natural qiymətlərin cəmini istəyir. Mənfi 3'ün kvadratı plus 2'nin kvadratı. 3'ün kvadratı plus 2'nin kvadratı. Bu verir bizə mənfi 13, bir də müsbət kök 13. İndi bizə deyir ki, ala biləcək natural qiymətlər cəmini soruşur. Natural qiymətlər cəmi. Bu mənfi 3 tam nə qədərdir? Bu da müsbət 3 tam nə qədərdir? Natural qiymətlər istədiyinə görə 1, 2, bir də 3'ü götürürük. Cəminə də deyir tap, verir bizə 6. Düzgün cavabımız B variantı. 23. sual. Fx funksiyasının qrafiki verilmiştir. F4 minus 3x kvadrat bərabərdir 0. Tənliyinin neçə müxtəlif həqiqi kökü var? Diqqətlə baxsaq, bu fx elə bil ki, bərabərdir 0. X'in yerinə bax bu ifadə durur. Deməli, 4 minus 3x kvadrat bərabər verəcəm. Bir dəfə mənfi 5'ə, bir də 4 minus 3x kvadrat bərabərdir müsbət 4'ə. Mənfi 3x kvadratı bərabərdir mənfi 9, x kvadrat bərabərdir 3, x bərabərdir plus minus kök 3. Burada 3x kvadrat bərabərdir 0, x də bərabərdir 0'a. Tənliyin 3 müxtəlif kökü var. Düzgün cavab D variantı.
23-cü sual. B parametrin hansı qiymətində x kvadratı minus 2b çıx 3x çıx 2b bərabərdir 0 tənliyinin köklərinin kvadratları cəmi ən kiçik olar. Köklərinin kvadratları cəmi x1-in kvadratı plus x2-nin kvadratı ən kiçik olsun. Düstura açsaq x1 plus x2-nin kvadratı çıxılsın 2x1 x2. x1 plus x2'nin yerine durur. 2b çıx 3'ün kvadratı çıxılsın. 2 vurulsun mənfi 2b. Bərabərdir. Sadələşdirsək birincinin kvadratı. Üstə gələ ikincinin kvadratı çıxılsın. Birincinin ikinciyə vurmasının 2 misli plus 4b. 4b kvadratı çıxılsın 8b plus 9. B'nin hansı qiymətində ən kiçik qiymət alar? Dəyişənin hansı qiymətində ən kiçik qiymət almasını tapmaq üçün mənfi B bölünsün 2A. N bərabərdir. Mənfi B bölünsün mənfi 8 bölünsün 2 vurulsun A. O da bərabərdir 1'ə. 23-cü sual düzgün cavab 1. 24-cü sual. X kvadrat plus 2x minus 15. Burada da modulda x plus 5 kiçik bərabərdir 0. Bərabərsizliyin tam həllər çoxluğundan təsadüfi götürülmüş bir ədədin mənfi ədəd olmaması ehtimalını tapın. Deməli, sürət və məxrəcin sıfırlarını tapıram. Mənfi 5 içi boş götürürüm. Çünki məxrəci sıfıra çevirir. Surətin də sıfırları verir bizə müsbət mənfi 3, müsbət 3 mənfi 5, müsbət 3 də daxildir. Surət və məxrəcin ayrı-ayrı sıfırlarını tapdım. Deməli, müsbət, mənfi, müsbət. Bərabərsizliyin həllər çoxluğu. Mənfisini istəyir deyə mənfi 5, 3 aralığı. Bu aralıqda var mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3. Həllər çoxluğu içərisindən götürülmüş ədədlər içərisindən 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 ədədimiz var. Mümkün hal sayı 8'dir. Mənfi ədəd olmaması. Mənfi ədəd olmaması 0, 1, 2, 3. Ümumi sayı 4. O da verir biz 2'də 1, 0,5. Düzgün cevabımız 0,5. 25-ci sual. X bərabərdir loqaritma 4 əsasdan 28. Y bərabərdir loqaritma 3 əsasdan 38. X minus Y çıxılsın x minus 3 plus 5 minus Y ifadəsinin qiymətini tapın. Bu təqribən verir bizə 2 tam nə qədər? Bu ifadə verir bizə 3 tam nə qədər? Deməli, x ədədi y-dən kiçikdir. Moduldan çıxardanda yerini dəyişib çıxardırıq. Çıxılsın, x ədədi 3'dən kiçikdir. Deməli, 3 minus x kimi yerini dəyişirik. Plus, y ədədi 5'dən kiçikdir. Bunu da olduğu kimi çıxardırıq. Mötərizələri açsaq, y minus x minus 3 plus x plus 5 minus y bərabərdir. Y-lərimiz islah getdi. X-lərimiz islah getdi. 5 ilə mənfi 3'ün cəmi də verdi bizə 2. Düzgün cavabımız 2. 26-cı sual. Xarici bucağı 36 olan düzgün çoxbucaqlı neçə diaqonalı var? Xarici bucaq düsturu 360 böl n bərabərdir 36. N bərabərdir 10 bucaqlı. Deməli, figurumuz 10 bucaqlıdır. Neçə diaqonalı var? Diaqonal sayı n vurulsun n minus 3'dür. Düzgün çoxbucaqlı n vurulsun n minus 3 bölünsün 2'dir. 10 vurulsun 10 çıx 3 böl 2 bərabərdir 10 vur 7 böl 2. O da verir bizə 35. Düzgün cevabımız 35.
30 derece veripdir. Alfa bucağı veripdir. 80 derece veripdir. Burada beta bucağı. Baxan kimi görürük ki beta bucağı 30 derecedir. Bura alfadırsa, bura da alfadır. Bura 30'dursa, bura 150 derecedir. Deməli, 150 plus 80 plus alfa bərabərdir 360 derece. Bax, bu karandaşın xassəsindən istifadə edirik. 3 bucağın cəmi 360 derece. Alfa bərabərdir 130 derece. Alfa ilə plus beta verəcəkdir 160 derece. Deməli, birinciyə uyğun oldu. B, bir də C uyğun gəldi. İkinciyə baxaq. İkinci sualımız. Yetmiş, 50 alfa. Alfa bərabərdir 70 plus 50'ye. O da verir bize 120 derece. İkinciye uygun oldu. 120 derece Y variantı. Üçüncü. Bura verip bize 40 derece. Bura verip bize 60 derece. Bura beta bucağıdır. Alfa bucağıdır. Qaydanı yada salsaq. Bax, bu x bucağını tapmaq üçün kör bucaqdan iti bucağı çıxmaq lazım idi. X bərabər idi alfa minus beta. Buradan da 40 bərabərdir. Alfa çıxılsın 60 derece. Alfa bərabərdir 100 derece. Bu bucaq 60'dırsa ona qonşu olan bucaq 120 derecedir. Deməli, alfa plus beta bərabərdir 100 plus 120 verir bize 220 derece. Düzgün cevabımız D variantı. 3'e de uygun oldu D. (28. sual). Elmir ve Gülnar'ın da daxil olduğu düşərgədə Elmir oğlanların sayının qızların sayının nisbətini hesaplayanda bu oğlanlar, qızlar oğlanları N ile ifade edək, qızları M ile ifade edək. Özünü ve Gülnar'ı saymağı unutur. Oğlanların sayını qızların sayına nisbəti. Deməli, oğlanların sayını özünü unutubdu. Bir de qızların sayına Gülnar'ı unutubdu. Nəticədə alıbdı 5'te 3. Gülnar isə özünü yazmağı yaddan çıxarır, Elmiri isə 2 dəfə sayır. Deməli, Elmiri 2 dəfə sayırsa, oğlanların sayı N, 2 dəfə saydığını bir nəfər oğlan artıq sayır elə bil. Özünü isə unudur. M çıxılsın 1. Bərabərdir 3'te 2'ye. Sistem alsaq. Tərəf-tərəfə toplasaq. Çarpaz vuraq. 5n çıx 5 bərabərdir 3m çıx 3. 3n plus 3 bərabərdir 2m çıxılsın 2. 5n çıx 3m bərabərdir müsbət 2. 3n çıxılsın 2m bərabərdir mənfi 5. Sistemi həll etsəm, demək, birinci tənliyi 2'ye, ikinci tənliyi isə 3'e vursaq, verir bizə 10m çıxılsın 6m bərabərdir 4. 9m çıxılsın 6m bərabərdir mənfi 15. Tərəf-tərəfə çıxsaq, verir bizə n bərabərdir 19'a. N 19'dursa, aparıb yerinə yazsaq, m'i hesablasaq, demək, 3 vur 19 çıx 2m bərabərdir mənfi 5. 57 çıx 2m bərabərdir mənfi 5. 2m bərabərdir 62, m də bərabərdir 31. Bizdən ümumi uşaqların sayını istəyir. M plus n 19 plus 31 bərabərdir 50. Düşərgədə 50 uşaq var imiş.
29-cu sual. Düzbucaqlı paralelipiped piramida və kubun oturacaqların kongruent kvadratdan ibarətdir. Düzbucaqlı paralelipipedin həcmi piramida və kubun həcmləri cəminə bərabərdir. Deməli, paralelipiped bərabərdir. Piramid üzərinə gəlirik kub. Kubun həcmləri cəminə bərabərdir. Düzbucaqlı paralelipiped və piramidanın hündürlükləri 6 sm olarsa, onların oturacağının tərəfini soruşur. Deməli, S oturacaq vurulsun 6 bərabərdir. 1/3 S oturacaq vurulsun 6 plus kubun həcmi hündürlüyü 6'dırsa, onların oturacağının tərəfini tapın. Bu A'nın kubudur. S oturacaq A kvadratıdır vur 6 bərabərdir. 1/3 A kvadratı vur 6 plus A'nın kubu. 6 kvadrat bərabərdir. 6 ilə 3 getdi ixtisar 2A kvadrat plus A kubu. Keçirsək sağa, A kubu çıxılsın 4A kvadrat bərabərdir 0. A'nın kvadratını ortaq çıxartdıq. A minus 4 bərabərdir 0. A1'imiz 0, A2'miz isə 4'e bərabərdir. Onların oturacağının tərəfini soruşur. Oturacağımızın tərəfi 4 cm bərabərdir. 30-cu sual. Çevrə verilib. Çevrədən mərkəz 2 dənə vətər verilib. Bu vətərlərin paralelliyi verilib. Bax, bir də bu bucağı verib mənə 90 dərəcə. Bu bucağı verib mənə 90 dərəcə. B verib, A verib, D verib, C verib, bir də O nöqtəsi verilib. Bu çevrənin mərkəzidir. Verilir. O çevrəsi AB paraleldir CD'ye. BO perpendikulardır OC'ye. İspat etməli. CD vətərin mərkəzindən olan məsafəsinin, yəni bir OK ilə ifadə edək. İspat etməli ki, OK bərabərdir AB bölünsün 2'ye. Bunu ispat etməliyik. İspatı yazaq. İspatı. Biz bilirik ki, AB ilə BC, DC. AB paralel CD. Paralel vətərlər bərabər qövslər ayırır. Yəni, AD qövsü bərabərdir BC qövsünə. O da bərabərdir 90 dərəcəyə. Niyə? Mərkəzi bucaq 90 dərəcə olduğundan BC qövsü 90 dərəcədir. 90 dərəcədirsə, bu qövs də 90 dərəcədir. Onda ABO. Buradan yazaq. Bucaq ABO bərabərdir 45 dərəcəyə. Sonra, bax, bu xətti belə qırıq-qırıq uzatsaq belə, onda DCO bucaq DCO bərabərdir. Bu bucaq da 45 dərəcəyə bərabərdir. Demək, bura oldu 45 dərəcə. Bax, burada oldu 45 dərəcə. Buradan bura perpendikular indirsəm, 45 dərəcə, 45 dərəcə. Deməli, burada 45 dərəcədir. Burada 45 dərəcədir. Bu radiusdur, bu da radiusdur. Bucaq, tərəf, bucaq əlamətini əsasən, bura bir Y desəm, 3 bucaq BYO kongruentdir. 3 bucaq KOS'yə. Niyə? Bir tərəf radiusdur hər ikisi və ona bitişik 2 bucağı. Digər üç bucağın bir tərəf və ona bitişik 2 bucağına bərabərdirsə, bu üç bucaqlar kongruentdir.
Deyək ki, bu da AB vətərinin yarısıdır da. Bax, bu hissə. Bura x desək, burada x-dir. Çünki bərabər yanlı düz bucaqlı üç bucaqdır. Onda, bax, OK tərəfi də x-ə bərabərdir. Deməli, OY kongruentdir. YB'yə, o da kongruentdir OK'ya. İspat olundu. Bu qədər.